Bu kitabı mütləq oxumalısınız. Salam hörmətli dinləyicilər. Bu dəfə sizinlə yerli bir müəllifin Elçin Hənanın Çözüm kitabı haqqında danışacağam. İşgüzar ədəbiyyat üzrə mütəxəssis bloger Sərxan Rüstəmovun növbəti tövsiyəsi. Çözüm kitabı insan temperamentlərindən, insan şəxsiyyət tiplərindən bəhs edən bir kitabdır. Əgər bu mövzu sizin üçün maraqlıdırsa, düşünürəm ki, yerli mütəxəssis tərəfindən yazılan, ana dilimizdə olan bu kitabı mütləq göz gəzdirin. Bu kitabın əsas sloqanı "Ən yaxşı özünü yarat" adlanır. Bu kitabı oxumaqla siz həm özünüzü, həm də ətrafınızdakı insanları daha yaxşı tanıyacaqsınız. Bu kitab şəxsiyyət və inkişaf mövzuları ilə bağlı heç yerdə rast gəlmədiyin, amma hər kəs üçün hava su kimi lazım olan fikirlərlə zəngindir. Əvvəlcə inkişaf və fərqindəlik, şəxsiyyətin formalaşması, davranışların səbəbləri ilə bağlı fərqli və daha aydın izahlarla tanış olacaqsan. Sonra şəxsiyyət tipi anlayışına keçid edib özünü və ətrafındakiləri başqa pəncərədən görməyin, daha yaxşı tanımağın, karyera və şəxsi həyatını ən uyğun şəkildə tənzimləməyin, bir sözlə özünün üst şəxsiyyətini qurmağın yollarını öyrənəcəksən. Nəticədə həyati düşüncələrin daha dərin, sosial həyatın daha rəngli və rahat olacaq. Üstəlik, ehtiyacı olanlara daha yaxşı tövsiyə və istiqamət verə biləcəksən. Kitab romantik çağırışlarla süni emosional xitablar səsləndirmir, düşüncələrə xitab edir. İnsan xəritəsini qarşına sərib getmək istədiyin yerə doğru yol göstərir. Bir sözlə, bu sənin insan tanıma və inkişaf üzrə masaüstü kitabın olacaq. Düşünürəm ki, bu kitabı əsasən daha çox peşəkar həyatda HR-lar, insan resursları üzrə mütəxəssislər, şirkət rəhbərləri, ümumiyyətlə insanlarla işləyən hər kəs oxumalıdır. Müəllimlər, valideynlər, hər kəsin masaüstü kitabı olacaq bir kitabdır. Bu kitabda nələr var? Şəxsiyyətin riyaziyyatı və 3D'si, alın yazısı yoxsa əlin yazısı, tanıma sənəti, sevgi dilləri, enneagram və s. Müəllif burada maraqlı bir düstur verir. Yazır ki, həyat bərabərdir duyğu, üstəgəl düşüncə, üstəgəl davranış. Sadə tərzdə ifadə etsək, duyğular düşüncələri, düşüncələr də davranışlarımızı yaradır. Şəxsiyyət necə formalaşır? Müəllifin düsturu belədir. Şəxsiyyət bərabərdir, iradə bölünsün, genetika, üstəgəl mühit. Yəni bunların hamısının müəyyən qədər şəxsiyyətə təsiri var. Və maraqlı bir sitat verir müəllif burada. İnsan qəlbində özü üçün yol qurar, Rəbbi isə onun addımlarını qurar. İfrat dərəcədə intuitiv insanlar düşüncələrdə, xəyallarda çox yaşadıkları üçün həyatın bəsit məişətinə əhəmiyyət verə bilmir. Həyat həddindən artıq idealist yanaşır, reallıqlardan uzaqlaşmaqla problemlər yaşaya bilirlər. Sensorlar olmadan dünya edənlərsiz, intuitivlər olmadan da dünya düşünənlərsiz olardı. Yəni ki, bu ifadələrin nə olduğu sizə maraqlıdır. İrəliyən dəqiqələrdə mən o haqda da sizə məlumat verəcəm. Heyvanlarla kontaktda olmaq, ev heyvanı, xüsusilə it saxlamaq da emosional inkişafa səbəb olur. Ekstravert, intuitiv və emosionallar, NF-lər cəmiyyətdə daha çox ruhlandırırlar, müəllimlərdirlər, psixoloqlardılar, koçlardılar, motivatorlardılar, aktyorlardılar, blogerlərdirlər və ictimai fəal şəxslər olurlar. Ümumiyyətlə, bu kitabda həmin insan tipləri fərqli hərflərlə və terminlərlə qeyd olunur. Hətta kitab rəngli kitab olduğuna görə bu kitabda çox asandır o terminləri başa düşmək və yadda saxlamaq. 16 şəxsiyyət tipini 4 temperament qrupuna bölə bilərik. I introvert, E ekstravert, S sensor, N intuitiv, T rasional, F emosional, J nizamlılar, P axtarışçılar. Təbii ki, bu hərflər daha çox ingiliscə olan bu terminlərin baş hərfindən adlandırılıb və bu hərflərin hər biri kombinasiyalar yaradaraq fərqli insan tipləri yaradır. Məsələn, kəşfçilər, ISTP, bunlar həm introvert, həm sensor, həm rasional, həm də axtarışçıdırlar. Bunlar daha çox usta adlanır, ustalar. SDP, SVP, ISVP, ISVP maceraçıdır. Yəni bunlar həm introvertdirlər, həm sensordurlar, həm emosionaldılar, həm də axtarışçıdırlar. Keşikçilər, menecerlər, təminatçılar, müdafiəçilər, idealistlər, motivatorlar, kampaniyaçılar, sülh məramlılar. Məsələn, sülh məramlılar INFP adlanır. Yəni introvertdir, intuitivdir, emosionaldır və axtarışçıdır. Analistlər mükəmməliyyətçi olurlar, komandir ola bilirlər, debatçı ola bilirlər və məntiqçi ola bilirlər.
özünə baxımından A. Rahat və T. Turbulent var. Bunlar isə insan temperamentlərinin, insan tiplərinin alt qatlarıdır və kitabın üstün cəhətləri ondan ibarətdir ki, hər bir tipə aid dünyadakı ən məşhur insanlardan da nümunələri verir. Yəni ən tanınmış şəxsiyyətləri hansı tipə aid olublar və həmçinin həmin tiplərin zəif yönləri nələr olur, güclü yönləri nələr olur. Çünki biz bunu bildikdən sonra ətrafımızdakı insanları daha yaxşı mövqeləndirə biləcəyik. Həmçinin valideyn bunu bildikdən sonra övladı daha yaxşı tanıyacaq, ona daha yaxşı peşə seçimində kömək eləyə, onu doğru istiqamətləndirə biləcək. Həmçinin gənclər öz karyeralarını daha yaxşı qura biləcəklər. HR-lar, şirkət rəhbərləri öz əməkdaşlarını daha doğru mövqeləndirə, daha doğru tapşırıqlar verə və daha doğru pozisiyalara yerləşdirə biləcəklər. İntrovert, ekstravert, sensor, intuitiv, rasional, emosional, nizamlı, axtarışçı, rahat, turbulent. Bütün bu terminlərin, bütün bu tiplərin hamısının ətraflı kitabda izahı verilir. İnsan nə istədiyini ancaq yaşadıqca anlayır. Həyatın gedişatında özünü kəşf edir. Gənclər müəyyən etməlidirlər ki, daha çox cihazlarla mı işləməyə meyillidirlər, yoxsa insanlarla mı və ya heyvanlarla mı, daha çox sakit, stabil və rutin işlərmi onları cəlb edir, yoxsa aktiv, səs-küylü, çıxılmazları olan, dəyişik şəraitlər yaşanan iş mühitini mi? Daha çox komanda ilə işləməkmi istəyirlər, yoxsa təklikdəmi? Daha çox konkret iş və istirahət vaxtlarına mı sahib olmaq istəyirlər, yoxsa sərbəstmi? Yəni məsələ ixtisas, peşə adları deyil, iş mühiti və işləmə tərzini dəqiq bilməkdir. Son 10 ildə gördüyüm işlərin böyük əksəriyyəti mən məktəbdə oxuyanda mövcud belə deyildi. Bu deməkdir ki, 10 il sonra da bugün olan peşələrin bir çoxu mövcud olmayacaq. Ona görə də buraxılış imtahanları və qəbul imtahanları ərəfəsində düşünürəm ki, valideynlər övladlarını ixtisas seçimə yönləndirərkən o yay tətilləri ərəfəsində imtahan vaxtı bu məlumatlarla tanış olsalar, onlar daha doğru seçim eləyə, övladlarının gələcəyini daha yaxşı istiqamətləndirə bilərlər. Uzaq hədəflər qurmaq əvəzinə şəraitlərə uyğun inkişaf edən əksər uğurlu insanlar belə edirlər. Yəni adaptiv olmaq, mövcud vəziyyətə uyğunlaşa bilmək. Özünü 20 il sonra bir yerdə görüb, indi mən bunun üçün nə etməliyəm demək və gələcəklə bağlı özündə öhdəliklər yaratmaqdansa, bugün mövcud olan imkanlara baxın və onları dəyərləndirin. Burada müəllif mənim çox sevdiyim Qari Chapmanın Sevginin 5 dili kitabından da danışır. O kitabda hər bir insanda fərqli sevgi dillərinin olduğunu və insanları tanımaq üçün həmin sevgi dillərini bilən insanlar o insanları daha yaxşı ünsiyyət qurduğunu bildirir. Həqiqətən də biz bu insan tiplərini, insan xarakterlərini, temperamentlərini bilsək, bu bizə hər mənada, hər istiqamətdə kömək olacaq. Və burada psixologiyada Barnum effektindən danışır. Barnum effekti nədir? Yəni insanlar öz xarakterlərini təsvir edə biləcək qeyri-müəyyən, ümumi və müsbət ifadələri təsdiqləməyə, öz şəxsiyyətləri üçün doğru təsəvvür etməyə meyillidirlər. Buna daha çox nələr aiddir? Ulduz falları. Yəni ulduz falları ilə, bürclərlə, illərlə bağlı yazılar oxuyurlar. Desən ki, düz deyir, mənə uyğundur. Yəni hamının xoşuna gələn orta cümlələrdir çünki çoxsu. Və müəllif burada maraqlı bir sual qoyur, ritorik bir sual verir. Deyir ki, qeysəriyyə əməliyyatı ilə bir insanın doğum tarixini 2-3 gün əvvələ çəkmək mümkündür. Yəni bu bürclərdə ayın 22-dən sonra doğulanlar fərqli bürc olur, 21-dən əvvəl doğulanlar tutaq ki, fərqli bürc olur. Bu adam məsələn qeysəriyyə ilə 2 gün, 3 gün əvvəl doğuldu. Bu adam oldu fərqli bürcdə, yəni doğum tarixinə görə. Amma o zaman insan məzacının, insan xarakterinin, insan geninin heç mi beyinlə əlaqəsi yoxdur? Yəni sadəcə doğulduğu gün insanın xarakterini müəyyən edə bilərmi? Baxın, bu suallara cavab tapmaq üçün bu kitabı oxumaq lazımdır. Məşhur alim Isaac Asimovdan maraqlı misal var. Astrologiyaya əsaslanaraq davranmaq, zər ataraq seçim etməkdən daha mənalı bir şey deyil. Odur ki, öz həyatımızla, övladlarımızın, əməkdaşlarımızın, dostlarımızın həyatına zər ataraq seçim etməyək, bu kitabı oxuyaq və həyatımızı daha doğru istiqamətləndirək. Bugün biz sizlə Elçin Hənanın Çözüm kitabından danışdıq. Növbəti kitablarda görüşmək ümidi ilə.